İşğaldan azad edilən ərazilərdə quduzluğa qarşı peyvəndilənmə davam etdirilir. Xocavənd və Xankəndidə vəhşi ət yeyən heyvanlar və sahibsiz itlər arasında oral immunizasiya aparılıb. Proses xəstəliyin yayılma zəncirinin qırılması məqsədini daşıyır. İstifadə olunan peyvənd heyvanlar üçün zərərsizdir və yalnız immunitet yaradır. Qeyd edək ki, oral immunizasiya ölkə üzrə ildə 2 dəfə həyata keçirilir. Biovid vaksini, preparatı xüsusi kapsul formasında hazırlanır, xüsusi iyə malikdir və marşrut üzrə səpələnir. Belə ki, onu xüsusi marşrut üzrə hər kvadrat kilometrə 15-20 dənə düşməklə səpmək lazımdır. Səpilmiş olan peyvənd vasitəsi itlər tərəfindən və ət yeyən heyvan tərəfindən qəbul olunduqda 25-30 gündən sonra heyvanda immunitet formalaşmağa başlayır. Formalaşmış immunitet 13 ay müddətində heyvanda immuniteti saxlayır, yəni yoluxmanın qarşısını alır.